31 mart Azərbaycanlıların soyqırımı günüdür. Azərbaycan torpaqlarını işğal etmək istəyən və sözdə Böyük Ermənistan xəyalı quran ermənilər Sovet qoşunları ilə birlikdə Bakı, Zəngəzur, Qarabağ, Naxçıvan, İrəvan, Şirvan, Şamaxı, Quba, Lənkəran, Gəncə və digər bölgələrdə soyqırım gerçəkləşdirdilər. Qadınlar, uşaqlar, yaşlılar işgəncələrlə öldürüldülər. Hamilə qadınlar vəhşicəsinə qətl edildi, toplum halda bastırıldılar. Uşaqlar evlərdə yandırıldı, məscidə sığınan insanlar atəşə tutuldular. Tarixi əsərlər yandırıldı və şəhərlər xarabaya çevrildi. 1918-ci il 31 mart günü Bakıda başlayan və Azərbaycanın digər bölgələrində də davam etdirilən qətliamlarda 5 ay ərzində 50 mindən çox Azərbaycan türkü erməni faşizminin qurbanı oldu. Biz Azərbaycan gəncləri 31 mart 1918-ci il soyqırımını unutmayacağıq.